Herkese salam, hamını salamlayıram mənim kanalımda. Bugünkü mənim videoda biraz motivasiya videosu olacaq və yeni ilə hazırlıq videosu olacaq və gözəl yeni il yarmarkasında gəzintimizdən də bir parçalar axırda sizin üçün qoyacağım. Və hal-hazırda mən mətbəximdə yenə də bir siyirməni yığışdırıram. Nə qədər bunları yığışdırsam da yenə də harası qalır və tam mətbəximdən hələ ki bitirməmişəm. Və hal-hazırda sobanın altında belə bir siyirmə var. Onu yığışdırıram. Gördüyünüz kimi burada hər şey soba üçündür, bişirmək üçündür. Orada şirniyyat bişirmək üçün və indi buranı yığışdırıram. Gördüyünüz kimi burada hər şey dağılıb, hər şey yığılıb və indi istəyirəm burada biraz səliqə səhman yaradım və istəyəndə bir şey tez buradan tapmaq olsun və istifadə üçün çox rahat olsun. Burada orqanayzerlər yoxdur, çünki hələ bilmirəm nə cür orqanayzer bura yaxşı olar. Ona görə hələ ki karobkalardan istifadə etmişəm, karobkalarla orqanizə etmişəm. Amma hələ də düşünürəm ki, hansı orqanayzer alsam bura daha yaxşı olar, daha rahat olar və hər bir şey ora yerləşər. Hələ düşünüb tapmamışam belə bir orqanayzer, ona görə olduğu kimi qalacaq, sadəcə olaraq səliqə yaradacağam. Buranı dağıdan mən oldum, amma yerbəyer edən mənim bacım qızım olacaq. O bizdə idi və o çox xoşdur belə bir şeyləri, ona görə köməklidir mənə. Beləliklə qızlar, belə alındı. Hələ ki, yenə də baxacam nə olar bura. Mən isə keçirəm koridordakı şkaflarıma. Burada mənim paltarlarım asılıb, burada mənim şkafımdır və istəyirəm buranı yığışdırım. Gördüyünüz kimi burada da hər şey düzgündədir. Belə qızlar, belə bardaqdır məndə. Buraları yığışdırmaq lazımdır. Bir də İstəyirəm, bəzi şarflarımızı çıxardım. O gibi hava soyulmuşdu, biz də tapmadıq heç nə. Əslində hər şey buradadır, amma qaça-qaçda heç nə tapmaq olmur. Başladı. Və beləliklə buranı da boşaltdıq. İndi isə yerbəyer etmək qaldı. Грамотейно уже все. Делаешь так. Никогда не забывай, что можно делать так.
kızlar, deməli biz getmişik buradaki paltarları bir razbirat eləməyə. Bu isə gəlib özünə yer tapıb burada, baxın. Ona görə bunları çox sevirəm. Hər yeri başına soxurlar. Belə alındı kızlar. Bunları saxladım ancaq hər gün geyindik və sezona uyğun. İndi isə keçirəm bunun yanındakı o biri şkafa, ayaqqabı şkafına. Bu şkafı уже dəfələrlə görmüşsünüz ki, mən yığışdırıram, amma yığışdırmama baxmayaraq həmişə bura çirklidir. Biz şkafları yığışdırana qədər Nərminə ilə bacımın ikinci qızı Nuriyə burada bizim üçün gözəl bir rulet pişirdi. Çox dadlı oldu kızlar. Rulet adamın ağzında əriyirdi. Bu isə artıq bazar gündür kızlar və mən burada yenə də istəyirəm vafli bişirim, amma sadəcə olaraq keçən dəfə sadə vafli idi. Bu dəfə isə kəsmili vafli bişirəcəm. Bunun üçün 2 yumurta, şəkər tozu, kəsmi əlavə edirik 180 qram. Şəkər tozunu zövqə görə əlavə edə bilərsiniz. Kimsə şəkəri heç yemirsə, heç də əlavə etməsə də olar. Şəkər əvəzedici də əlavə edə bilərsiniz ya da şəkəri istədiyiniz qədər azalda, çoxalda bilərsiniz. Bu vaflinin tam reseptini videonun altında saxlayacağım sizin üçün. Xama un və əridilmiş kərə yağı da əlavə edib yaxşı qarışdırırıq və başlayırıq vafli bişirməyə. Что говоришь? Давай так один Что выберешь? Угадай. Вафли. Угу. Творожные. Нет, именно просто. Кем это хотела бы сейчас заказать? Ну да. Это на прощепливаешь. Реши, зачем? Какой? Вот у нас готово, все готово. Ой. Такие мягкие. Вот мягкие. А каких? Такие. Как сделать мягче? Очень мягкие. А как мягкие? Их потрогать там руками. Но они очень мягкие. Это не готовить.
Beləliklə qızlar səhər yeməyini verəndən sonra uşaqlara bazar günü başlayıram bu pəncərələri, pərdələri yumağa. Həm mətbəxdə, həm də yataq otağında istəyirəm bunları silim, yuyum, yeni ilə tərtəmiz çıxaq. Ох, какой вкусный мед у нас. Да, ты моя радость. Мам, дай мне нож. Ты... Детишками играю. Играть? Ну, хорошо. На. Положи пока. А у меня была машинка, никуда он... Qızlar, deməli bugün bazarda mən gördüyünüz kimi pəncərələri yuyuram, silirəm, ona görə yoldaşımı göndərdim. Həmişəki kimi bizim evdə çox gedən tualet kağıdı, domestos, ABC-nin deməli paraşoku, ABC-nin parfumu, yumurta, görün necə qoyublar, yumurtanı sındırıblar. Yumurta bizim evdə çox gedir. Dünən bu qədər almışdıq, amma getdi hamısı. Çünki vafli bişiririk, nəsə bişiririk və yumurta belə yeməsək də hansısa yeməklərə çox istifadə olunur. Bizim sevimli qara çörəyimiz, axırıncı vaxtları çox xoşuma gələn Belarus, həm yağı, həm smetanasını alıram, həm də südünü. Ən xoşum gələn axırıncı vaxtları bu firmadır. Çünki kərə yağı çox dadlıdır, smetanası çox dadlıdır. Süd dadı gəlir. Kənd məhsulunun biraz heç olmasa dadı gəlir. Bu da ki, həmişəki kimi biraz meyvə, nar, kök, mandarin. Bayırda qış olsa da badımcan. Görürsünüz qızlar, buzluqda hazır dolma olanda çıxardırsan, qoyursan, ifsyon. Sırazı bişirirsən, mən isə gedirəm. İndi yataq otağında pəncərələri silməliyəm. Ona görə hazır yemək olanda çox vaxtımı ekonomiya eləyir və tez bazar nəsə bişirmək olur. Yoxsa hələ bunu da bişir, evləri də yığışdır. Çox naqruzka olur. Burada isə artıq bütün pəncərələri silmişəm. Balkonum həmişəki kimi köçür. İndi isə istəyirəm pərdələri yuyum. Mən yuyub pərdələri sırazı yerinə sərirəm. Orada quruyur, orada da düzəlir. Маме, иди сюда. Давай я тебе помогу. Почему? Закрой. Закрой. Burada isə qızım koreyski markovka eləyir. Markovka mütörkadan eləyirik. Bura koreyski markovka üçün ədviyyat qatacaq və yağla da olar, mayonezlə də. Yağla eləyirsinizsə yağı qaynadırsınız.
Qızandan sonra tökürsünüz bunun üstüne, çox dadlı olur. Mayonezlə isə elə belə mayonez əlavə edirsiniz. Всё. Hal-hazırda isə qızlar saat 4-5 arasıdır. Biz isə fikirləşdik ki, bazar günümüz təkcə evdə keçməsin və yol tutduq yarmarkaya. Yeni il yarmarkasına. Sizin üçün də buradan kadrlar çəkəcəm. Кидайте свою пошли. Чувствую какую-то симметрию. Вот, фальки. Пойдем. Надолго дойду. Пусть не убирается. О, яйца. Папа, смотрите, золотые яйца. Пошли? Пошли? Ну, это уже начало заехать. Şəhər isə çox gözəl idi. Yeni il üçün hər bir şey edilmişdi. Yeni il üçün tam hazırdı və biz yarmarkaya çatdıq. İndi bu yarmarkaya giriş edəcəyik və uşaqlara bugün demişəm ki, buradan nə istəsəniz hər bir şey sizin üçün alacağım. İstədim ki, uşaqlarda bayram abı havası olsun və fikirləşirəm ki, hər kəsin kimin imkanı varsa, kimin həvəsi varsa getsinlər bu yarmarkaya, biraz uşaqlar üçün rəngarəng qatsınlar. Бабу деньги дай. Хочешь? Эмиль, возьми за палочку, кусай. Возьми за палочку, кусай. Кусай. Нет, вот это место кусай, вот это. Так делаем мешать. Так делаем мешать. Кусай. İndividualne yok karıştı. Bir de çay olacak. Şubatlı pankek de getireceğim. Şubatlı pankekleri getireceğim. Allah. Вкусные ими? Дай мне мусор, я выкину. Стал сладким. Это очень хорошо. Вот это я угадал. Дай выкину.
Beləliklə bir gözəl gün keçirdik. Bu günü gözəl günlər siyahısına yazmaq olar. Çox gözəl keçirdik. Uşaqlar da çox razı qaldılar. Və evə gedəndə yolda bir mağazinə rast gəldik. Bu mağazində təbii daşlar satılırdı və qızıma bir braslet, özümə bir üzük aldım təbii daşdan və evə yollandıq. Mən isə hər kəsə bu videonu sonucan izlədiyiniz üçün, mənimlə qaldığınız üçün təşəkkürümü bildirirəm. Gələn görüşlərə də sizə isə like qoymağı və abunə olmağı unutmayın deyirəm. Hər kəsə bir daha təşəkkürlər. Вас тоже спасибо большое.